Salam, hər vaxtınız xeyir olsun. Mən biologiya müəllimi Məsmə Surxayeva. Bugün sizlə 8-ci sinif dərsliyindən olan sağlam qidalanma mövzusu haqqında danışacağam. Deməli, bizə şəkil göstərib, şəkildə mədə xorasının təsviri verilib. Mədə və bağırsaqlarda yara bu insanlarda ağrıya və çox kəskin ağrılara səbəb olur. İndi gəlin baxaq mövzumuzda biz nələri öyrənəcəyik. Deməli, qısa müddətli mədə pozulmaları ilə yanaşı insanda həzm sistemində başqa uzun sürən xroniki xəstəliklər də mövcuddur. Xora xəstəlikləridir. Sonra həzm sisteminin hansı xəstəlikləri barədə məlumatınız var? Həzm sistemi xəstəliklərinə məsələn mədə-altı vəzinin xəstəlikləri aiddir. Bura mədə xorası, sonra bağırsaqlarda dizenteriya xəstəliyi, vəba xəstəliyi, qaraciyərdə seruroz, hepatit xəstəlikləri bu xəstəliklərə aiddir. Onların yaranma səbəbləri nələrdir? Uzun müddət məsələn ac qalmaq mədədə yaraların əmələ gəlməsinə səbəb ola bilər. Xüsusilə bəzi bakteriyaların yaratdığı xəstəliklərə aiddir. Mədə yaraları, helikobakteri kimi bakterilərin. Sonra bağırsağın xəstəliklərinə, vəba xəstəliyinə bakteriyalar yaradır. Sonra hepatit virusları qaraciyərdə qaraciyər hepatitlərini yaradır ki, bu xəstəliklərdə yaratma viruslar, bakteriyalar ola bilər. Sağlamlığın əsas şərtlərindən biri düzgün qidalanmadır. Biz 7-ci sinif dərsliyində qidalanma mövzusu ilə bağlı keçərkən orada qida piramidası haqqında danışmışdıq, yadınızdadırsa. Və qida piramidasında ən aşağıda, yəni ən çox qidamızın yeri tuturdu. Un məlumatları birinci yerdə idi. Sonra isə qida piramidasında meyvə və tərəvəzlər idi. İndi burada da bizə dairə verilib. Dairədə görürsüz çörək və un məlumatları. Bura aiddir makarondur, yulafdır, qara çörək, ağ çörək, kartofdur. Yəni karbohidratla zəngin olan bu qidalar qida rasionumuzda müəyyən qədər yer tutur. Ən çox yeri isə tutanlar meyvə və tərəvəzlərdir ki, çünki bunlar müxtəlif vitaminlərlə, selluloza ilə zəngindir. Ət və ət məhsulları da qida rasionumuzda mühüm yer tutur. Südə və ət, mal əti, qoyun əti, balıq əti, bunlar da vitaminlərlə zəngindir. Çünki ətin tərkibində B qrupu vitaminləri olur. Yumurta da D vitamini ilə, B qrup vitaminlərlə zəngindir. Hər bir kəs düzgün qidalanma nəticəsində sağlamlığını qoruya bilər. Lakin çoxlu qida qəbul eləyib, şərtsiz qidalanma nəticəsində fiziki aktivlik azalarsa, bu zaman insanlarda qida balansı pozular və piylənməyə gətirib çıxara bilər. Bugün günümüzdə qidaların tərkibinə müxtəlif kanserogen maddələr aşkarlanmışdır. Müxtəlif qida əlavələri artırılır ki, bu onları süni şəkildə boyadıcı maddələrlə rənglənməsinə və yaxud saxlama müddətinin artırılmasına gətirib çıxarması üçün bu maddələrdən istifadə olunur. Təbii ki, bunların da əlavə olunması orqanizmə müəyyən qədər zərərləri də ola bilər. Hər bir qida əlavəsinin məhsullarının üzərində, qida məhsullarının üzərində siz bu hissəni görə bilərsiniz. Bu hissə qidanın tərkibi haqqında bizə məlumat verir və içərisində istifadə olunmuş maddələrdən söhbət gedir bu hissədə. Lakin qida əlavəsini biz E hərfi ilə işarə edirik və bu hərfin qarşısında 3 rəqəmli kod olur. Bu kodlar müəyyən hər bir rəqəm özü xüsusi bir məna kəsb eləyir. Deməli, kodun birinci rəqəmi əgər 1 ilə başlayırsa, orada boya maddəsinin istifadə olunmasını göstərir ki, yəni həmin məhsullar, rəngsiz məhsullar boyadan istifadə olunub. Əgər Y2 ilə başlayırsa, burada olan konservantların saxlama müddətini artırmaq üçün mikroorqanizmlərin təsiri altında məhsulların korlanmasının qarşısını almaq üçün istifadə olunur. Məsələn, burada baxın Y1422 kodundan istifadə olunub. Bu göstərir ki, həmin bu qidanın tərkibində xüsusi boyalardan istifadə olunur təbii rəngin bərpası üçün. Sonra
Y4 və Y5 məsələn müəyyən qatılığa malik məhsullar əldə etmək, orqanizmin quruluşunu yaxşılaşdırmaq və qorumaq üçün istifadə olunub. Baxın, Y407, Y412 bunlar xüsusi maddələrdir və yaxud Y508. Y6 isə dad və qoxu gücləndiricilərdir ki, bunlara təbii məhsulların dadını verən süni birləşmələr istifadə olunur. Burada şəkildə bizə artıq çəkidən əziyyət çəkən bir insanın şəkli verilib. Artıq çəki piylənmə, ürək-damar xəstəliklərinin yaranmasına, damarların tıxanıqlığına, ateroskleroza səbəb ola bilər, qaraciyərin piylənməsinə, arterial təzyiqin qalxması və maddələr mübadiləsinin pozulması, şəkərli diabet kimi xəstəliklərə gətirib çıxara bilər. Qida əlavələrinin də orqanizmə təsiri onların bioloji fəallığında, miqdarından və orqanizmin xaric edilməsi sürətindən, toplanmasından və bədənə daxil olmasının tezliyindən asılıdır. Bəzi insanların fermentlər sisteminə mənfi təsir edə bilər və bağırsaqda ishal hallarına, mineral maddələrin pozulmasına, allergik reaksiyalara səbəb ola bilər bu qida əlavələri. Çünki orqanizmə müxtəlif təsirlər göstərir həmin o maddələr. İnsanın qida rasionunda gündəlik məsələn zülal olmalıdır, karbohidrat olmalıdır, yağlar müəyyən qədər olmalıdır, vitaminlər olmalıdır ki, sağlam qidalama dedikdə biz bu maddələri nəzərdə tuturuq. Əgər insan qeyri-sağlam qidalanarsa, gündəlik məsələn çox pasiv şəkildə həyat tərzi keçirib, çoxlu şəkildə qidalansa, artıq qida qəbulu onda artıq çəki probleminə, piylənməyə gətirib çıxarır. Piylənmə də orqanizmdə diabet yaradır, şəkərli diabet, təzyiq yaradır, artıq çəki ilə bağlı problem yaradır. Məsələn, orqanizmdə əgər zülal tərkibli qidaları az qəbul edəriksə, bu zaman distrofiya adlanan xəstəlik əmələ gəlir. Distrofiya hüceyrələrin və hüceyrə arası maddənin zədələnməsi nəticəsində orqan funksiyalarının dəyişilməsi ilə xarakteriz olunur. Deməli, distrofiya bir növ toxuma pozğunluğu adlanır. Çünki əgər hüceyrə və hüceyrə arası maddənin zədələnməsindən söhbət gedirsə, bu toxumanın zədələnməsidir. Və sağlam qidalanmanın əsas şərtlərindən biri də qida məhsullarının təhlükəsiz və sanitar normalara uyğun olmasıdır. Nəzərə almaq lazımdır ki, bəzi qida məhsulları və düzgün hazırlanmayan qidalar kanserogen xüsusiyyətlərə malik ola bilər. Yoldaşlar, deməli, kanserogen maddələr özü də həzm sisteminə, orqanizmə çox ciddi şəkildə zərər vururlar. Bu maddələrin artıq elm adamları araşdırılıb ki, elm adamları tərəfindən həmin kanserogen maddələr gələcəkdə orqanizmin xərçəng şişi hüceyrələrinə çevrilməsində böyük rolu var. Yəni, xərçəngin başlanmasına səbəb ola bilər. İnsan orqanizminə təsir edən bədxassəli şişlərin yaranması ehtimalını artıran məhz bu maddələrdir. Burada da eyni ilə kitabda da bu cümlə keçir. Deməli, bədxassəli şişlər xərçəngdən söhbət gedir. Xərçənglərin yaranması ehtimalını bu maddələr artırır. Məsələn, bitki yağları çox qızdırıldıqda, ümumiyyətlə yağlar müəyyən bir temperaturda kanserogen maddələrə parçalanır. Ən davamlı yağ zeytun yağıdır ki, zeytun yağının parçalanması kanserogen maddələrə 210 dərəcədə qaynayaraq parçalanır. Amma digər yağlar müəyyən temperaturda qarğıdalıdır, günəbaxan yağıdır, 140, 150, 180 temperatura qədər bunlar dayanıqlıdır, ondan sonra parçalanır. Zeytun isə digər yağlardan daha çox temperaturda parçalanır həmin maddələrə. Və digər ətdir, toyuqdur, hissə verilmə zamanı məhsullara benzopren maddəsi keçir. Bu özü də çox güclü kanserogen maddədir, bu benzopren maddəsi və xərçəngin yaranmasına səbəb ola bilər. Xarab qoz fındıqda isə tərkibində güclü zəhər, alfa toksinlər olur. Bu alfa toksinlər özü də qaraciyərə çox mənfi təsir edir və qaraciyər xərçəngi riskini artırır. Bilirsinizmi hissəsində belə bir məlumat verib, bəzi qida əlavələri, məsələn Y123 və Y121
Sübut olunmuş kanserogendir və bir çox ölkələrdə qanunla qadağandır. Deməli, bu xərçəng hüceyrələri yaratdığına görə kanserogen maddələr bir çox ölkələrdə bu kodla başlayan məhsullara əlavə olunan qida əlavələri qadağan olunub. İnsanın qəbul etdiyi qidanın böyük bir hissəsi termiki təsirə məruz qalır və belə qidalar həzm şirələri tərəfindən tam parçalanır. Yüksək temperaturun təsiri nəticəsində patogen bakteriyalar və qurd yumurtaları tez məhv olur. Qida zəhərlənmələrinin qarşısını almaq üçün saxlama müddəti bitmiş, qida borusunu və mədənin sirkli qişasını qıcıqlandıran, qaraciyəri və börəkləri zədələyən çox ədviyyatlı qidalar qəbul etmək məsləhət deyil. Ümumiyyətlə, ədviyyatlardan çox istifadə etmək bu börəklərə də zərər yetirir. Öyrəndiklərinizi tətbiq edin hissəsində sizə belə bir cədvəl verir. Gəlin cədvəli dolduraq. Deyir ki, qidalanmanın gigiyena qaydaları və qaydaların əsaslandırılmasıdır. Qidanın çox hissəsi bişmiş olmalıdır. Niyə bişmiş olmalıdır? Çünki orada olan, çiğ halda olan mikroorqanizmlərdir, qurd yumurtalarıdır ki, parazitlər. Həmin parazitlər bişəndə qidanın tərkibində bir hissəsi məhv ola bilir, yəni çox hissəsi. Digər tərəfdən bişmiş qidalar daha asan həzm olunur. Buna görə də bu qidalar biz normal şəkildə qidanı bişmiş şəkildə qəbul edirik. Ətdir, ət məhsullarıdır. Yalnız keyfiyyətli qida məhsulları yemək lazımdır, bəli. Çünki keyfiyyətsiz qida məhsulları vaxtı keçmiş məhsullardır, çox əlavə olunmuş qida əlavələri olunmuş qidalar müxtəlif allergiyalara, zəhərlənmələrə səbəb ola bilər. Buna görə keyfiyyətli qidalardan istifadə etmək daha çox məsləhət görülür. Qidanı yaxşı çeynəmək lazımdır. İlk öncə həzm orqanlarını keçəndə biz dedik ki, qida ağız suyunda islanır və orada karbohidratların bir hissəsi həzmə uğrayır. Və qidanı dişlərlə yaxşı xırdaladıqdan sonra digər həzm orqanlarına, məsələn, mədə və bağırsaqlara az yük düşür. Buna görə də ilk öncə qida ağız suyunda islanılmalı və yaxşı çeynəmək, xırdalamaq lazımdır və sonradan onu qidanın müxtəlif şöbələrinə ötürüldükdə artıq həzm prosesi başlayır. Qidanın tərkibində bağırsağın hərəki funksiyasını artıran maddələr olmalıdır. Çovdar çörəyi, kələmdir, kökdür, gavalıdır, qatıqdır. Bu qidalar liflərlə zəngindir, selluloza tərkibli qidalar ümumiyyətlə bağırsağın peristaltikasını gücləndirir. İnsan orqanizmdə selluloza fermenti ifraz olunmadığına görə, yəni yaranmadığına görə biz həmin fermentlərlə bağlı olan maddələri selluloza ilə zəngin qidalar vasitəsilə alırıq. Buna görə də bu qidalar bağırsağın peristaltikasının hərəkətinə, yəni bağırsaq hərəkətinə yaxşılaşdırır və vaxtaşırı bu qidalardan istifadə etmək məsləhət görülür. Qida müxtəlif çeşidli olmalıdır deyərkən, burada nəzərə almalıyıq qidada zülalların, müəyyən qədər karbohidratların, yağların, vitaminlərin miqdarını. Hər biri müxtəlif miqdarda orqanizm üçün faydalıdır. İndi isə öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Birinci sualda deyir ki, fast food məhsullarından qida əlavələri varmı? Fikrinizi əsaslandırın. Bəli, fast food məhsullarında qida əlavələrindən demək olar ki, daha çox istifadə olunur. Müxtəlif rəngləndiricilər, müxtəlif vaxt zamanını, yəni saxlanma şəraitini artıran əlavələr vardır ki, bunlar da təbii ki, orqanizmə mənfi təsir göstərə bilər həmin qidalardan uzun müddət istifadə etdikdə. İkinci, saxlama müddəti uzun olan qida məhsullarını almaq məsləhət deyil. Ümumiyyətlə, çünki onlara uzun müddət saxlanılan qidalarda çoxlu qida əlavələri, konservantlar olur. Buna görə də sağlamlıq üçün zərərli ola bilər. Üçüncü, niyə ət yeməklərini günün geç saatlarında yox, gündüz yemək məsləhətlidir? Çünki ət həzmi çətindir, digər məhsullara nisbətən. Həzmi çətin getdiyinə görə bu məhsulları daha çox gündüz yemək məsləhət görülür. Gecə isə daha yüngül yeməklər yemək daha yaxşı olar. Dördüncü, qida məhsullarına duzun miqdarını müəyyən etmək üçün məktəblilər təcrübə apardılar. Onlar 25 mg çipsi xırdalayaraq ona 30 ml su əlavə etdilər.
Sonra su buxarlana qədər qaynatdılar. Nəticədə qabda yalnız duz qaldı. Alınan nəticə nə ilə bağlıdır? Deməli, məktəblilər çipsini xırdalayıb, üzərinə su əlavə eləyib, həll eləyiblər. Sonra başlayıblar onu buxarlandırmağa, yəni qaynatmağa. Siz kimyadan da bilirsiniz ki, suda həll olanda duzun həll olunması, buxarlandırma üsulu və suyu duzdan ayrılırlar. Həmin çipsinin tərkibində müəyyən qədər duz var və duz suda həll olur. Lakin biz onu buxarlandıranda duz kristal şəklində qabın dibinə çökür, su isə buxarlanır. Bu da həmin maddənin tərkibində duzun olmasını sübut edir. Bununla bağlı nəticəmizi sizlə bölüşdük. Hələlik.